Sana yazmışam. Baxa bilməm, canlıdayım. Ne oldu ki? Ne? Şey deyir, tatu görməmişəm axsanımı. Çünki məndə tatu ayağımdadır, arxamdadır, türküməsə belimdə, qollarımdadır, arxadadır. Ona görə görsənmir üzdən baxın. Çünki qarşı tərəfdə heç bir tatum yox. Zaret kanalı. Bunu deyirsən? Arxa kürəkdir. İndi gör, o söz yazanlar özlərini nəzən edirlər. Ne bileyim, danışırlar da ay zəkən. Gör, heç atınlayan var. Gör, onların dediği söz mənim gör, haramdansa təsir edir, haramasa keçib gedir, yox. Beş bekar adamlardılar, ne bileyim, başa düşsən, evlərindən beziblər. Evdəkilər bir sıxıcı gəlirdi onlara. Aha, təzə tema axtaraq, girək şeyə. Evdəkilər zayıfət eləyib də bizi. Girib yazıb çıxıb gedirlər. O qədər başda canlı bağladı. Çox da mənim məki. Çox vacib idi axı o ki mənə. Yox, səhərə kimi yatamayacağım da yəni. Səhərə kimi yatamayacağım ki, o ki necə canlı bağladı. Bilmirdi. Belə iki danışan deyil olacaq. Bəli, zəka. Emin olay eyləm. Niyə agresivsiz? Mənəm agresiv. Girib yazdan ki, o ki canlı əsəbləşdi bağladı. Bax, mənim nəyimə lazımdır Elvin? Nəyimə lazımdır ya? Oğlum deyil, qardaşım deyil deyəm hər yaş. Əsəbi qız. Mən yoxayım. Yox, nə dostum? Mənim elə hər pek elədiyim dostum olsaydı da nə var idi? Dost var indi. 10 tane dostlar da mənə. Yox, cahil canlı elədiyimlə adam dost olar. Necə mən deyirəm? Canlı elədiyimlə. Mənəm də yəni. Git sən canlı elədiyimsən. Ümumiyyətlə mənəm də tək dostum. Düşüneyim. Ne oldu? Ben neyse oyundun? Demədim ki şöyle. Ben şalvar dememiştim. Şalvar da istəmirəm də. Benim şeydir. Ay Allah. Neyse də mən insan söhbət fırlatmam. Mənəm də hə? Əsl Qapını düşəcək yerə bir də gördü. Düşüb ayağımın altı əzirsən. kəstinəcəm onları. Bezdim bile. Sakit deyib belə danışmağına bax. Nə deyəm mən? Bizə mən necə bir tifə. Kimsə mənə dəyməsin, dolaşmasın. Heç mənim vecimə deyil. Yəni orada kim öldü, kim qaldı. Ay filan kəs ona bunu dedi. Bəhmə kəs bununla elədi. Bəhmə kəs onun həkk qəsəbədir. Mənim nəyimə lazımdır? Benimki dedin güldün ailədə, dedik güldük dost olmadıq da benimki o temadır. Ben zarafatı o həqiqətən də yəni evimin içi bir olan bir dostumla eləyə bilərəm hər cür zarafatı. Yoxsa kimlə gəldi ilə ağzımı qoyum zarafatlaşdım da o deyil axı.